Sabahınız xeyirli olsun değerli izləyicilərimiz, traderlər, həmkarlar. Bugün Mart'ın 24'üdür. Ramazan ayının 24. günüdür və bugün biz yenidən sizinləyik. Və baxaq, beynəlxalq maliyyə bazarında bugün nələr baş verdi? O haqda söhbət açır əzizlərim. Sizi yenidən mən Minas Salam, Cümeyra Minas Salam otelindən salamlayıram. Və bugün səhər saatlarında nələr baş verdi? İlk öncə o haqda söhbət açarıq. Sonra yenidən keçərik əsas məsələyə. Hal-hazırda biz dünən qarşı tərəfdəki restoranda oturmuşduq. İndi isə burada Chinese restoran var, Çin restoranı var. Gəlmişik Çin restoranından. Birbaşa olaraq bu mənzərəni almaq üçün icazələrdən gəlmişik, oturmuşuq burada. Belə. İzləyicilərimiz üçün maraqlı olar ki, bu dəfə bizim süfrəmiz niyə boşdur? Təbii ki, bugün bildiyiniz kimi Ramazan ayıdır. Ramazan ayı olduğu üçün biz oruc olduğumuz üçün süfrə boşdur. Axşam saatlarında, iftar saatlarında olacaq. Nəysə, gəlin biz ilk öncə söhbət açaq bugün nələr baş verəcək. Dünən biz evro dolar, funt dolar haqqında və eyni zamanda deyək ki, Bitcoin haqqında danışdıq. Bitcoin haqqında danışdıq. Bitcoin'in hansı dərəcə, hansı nöqtəyə qədər qalxması haqqında söhbət açdıq. Bildiyiniz kimi, dünən Bitcoin qəşəng qalxdı. Bugün hara qədər qalxacaq haqqında məlumat verərək, qısa, konkret də olmasa, yəqin ki, bugün biraz uzun olacaq. Nə üçün uzun olacaq? Çünki bugün hava biraz, deyəcəyimiz sözlər çoxdur. Hava da biraz küləkli olduğu üçün, bildiyimə görə Bakıda yağış yağır və yəqin ki, onun soyuğudur gəlib, buralara qədər çatıb. Nəysə, gəlin keçə biz beynəlxalq maliyyə birjasında nələr baş verəcək. Biz nədən danışarıq? Bitcoin-lə danışmışkən, baxaq, Bitcoin hara qədər qalxdı. Bitcoin 86.960, 87.000-ə yaxınlaşdı və bundan sonra qalxışı biraz, səhər saatlarına qalxıb, biraz korreksiyalar olacaq. Ondan sonra isə 86.000, burada işıq düşür deyənə, kompüteri yaxşı görünmür, məcbur qaldım telefonda baxım. Demək, nəzəri çatdırım, hansı nöqtələrdə biz alış-satış əməliyyatlarını aça bilərik. Dediyim kimi, daha dəqiq olsun deyənə, biz 86.950-lərdən yuxarı formalaşsa alış əməliyyatlarına girə bilərik və satış əməliyyatları isə satış əməliyyatlarına konkret 86.400-lərdən girə bilərik. Keçək biz digər cütlüklərə, qızıla keçək. Qızıl nə edəcək? Qızıl hazırki vəziyyətdə çox güclü bir dəstək xəttindən rastlaşıb və alış əməliyyatlarımız bugün. Alış əməliyyatlarımız hardan gəlir? Yalnız 3027-lərdən sonra formalaşsa artıq biz alış əməliyyatlarına girə bilərik. Satış əməliyyatları isə bugünün minimumu yəqin ki gördünüz. Bugün minimumu 3013-dən aşağı formalaşsa rahat bir şəkildə satış əməliyyatlarına girə bilər. Adətən məndən sual verirlər ki, biz, yaxşı, siz alış-satış nöqtələrini deyirsinizsə, bəs take profitləri hara qoyaq? Take profitləri deyəndə, çox rahatdır. Nəyə görə rahatdır? Hər bir alışdan sonra növbəti maksimum var, high var. O high-a biz, deyək ki, take profit qoyuruq. O high-a maksimuma yox, o maksimumdan biraz aşağı take profit qoyuruq. Eləcə də, deyək ki, satış əməliyyatları olanda da birinci take profitləri var, ikinci take profitləri var. Birinci take profit aşağıdakı olan dəstək xətti ki, yoxdur. O dəstək xətti çəkilir, dəstək xəttindən azca yuxarı take profit qoyuruq. Amma bir də ki, var hədəf gündəlik missiya. Gündəlik missiya tam başqa bir şeydir. Onun uzun müddətli, uzun müddət gün ərzində, gündəlik, məsələn, deyək ki, qızılın bugünkü hərəkət missiyası deyək ki,
35 dollardır. Birinci müqavimət xəttinə qədər deyək ki 10, 15, 20 dollardır. İkinci müqavimət xəttinə isə 30-35 dollardır. Yəni nəysə, gəlin biz keçək qızılda hansı nöqtələr hansı nöqtələrdə alış-satış əməliyyatlarını sizə dedik. Keçək biz evronun dolar və funtun dolar rəqabətində. Funtun dolar rəqabətində də 1 saatlı zaman intervalına baxsaq, ümumi istiqamət aşağıdır. Alış əməliyyatlarını biz verməliyik. 1 saatın 1.29-500-lərdə biz alış əməliyyatlarına girə bilərik. Satış əməliyyatları isə bugünün minimumunu götürək 1.28-990-lardan aşağı formalaşandan sonra biz verə bilərik. Evronda olan rəqabətinə gəldikdə isə Evronda olan rəqabəti səhər saatlarından yəni yuxarı qalxsa belə, amma alış əməliyyatları üçün düzdür. Ümumi istiqamət aşağıdır. Gəlin biz alış əməliyyatlarını 1.08-500-lərdə verək. Satışlar isə konkret olaraq 1.08-lərdən versək daha yaxşı olar. Digər cütlüyə gəldi isə bu future spotlarından söhbət gedir. Yəni crude oil yox, future spotlar. Future spotlarda biz 72-50-lərdən alış əməliyyatlarıdır, satış əməliyyatları isə biz 71-65-lərdən sonra verə bilərik. Yəni digər cütlülərə gəldi isə, Nasdaq, S&P, Dow Jones-a gəldi isə, yəni təsvirlər olsun ki, mən bu dəqiqə o haqda yəni deyək ki, məlumat verərdim, amma dediyim kimi, yəni günəş olduğu üçün, həm günəş buradan düşüb, arxadan düz ekrana vurur. Gözəl mənzərəni görürsünüz. Yəni, həqiqətən burada, Dubayda xidmət çox yüksək səviyyədədir. Nə üçün? Çünki buradakı işləyən insanlar fərq etməz, yəni kimdən asılı olmayaraq, yəni çox xoş münasibət insan yaradılar, yəni çox xoş münasibət göstərirlər. Yəni, həqiqətən qarşılama çox super dərəcədir. Xidmət səviyyəsi maksimum dərəcədədir. Belə, yəni dediyim kimi, Nasdaq, S&P Dow Jones haqqında ola bilsin, mən telefonda yəni baxım, burada mən baxsam, biraz vaxt çox uzanacaq. Bir də burada bizdən soruşurlar ki, Dubayda, izləyicilərdən soruşurlar ki, Dubayda qiymətlər necədir? O haqda da söhbət açarıq birazdan, növbəti rolikdə. Hələlik sağ olun uşaqlar. Görüşmək ümidilə, özünüzə yaxşı baxın.